GPS nədir və necə kəşf olundu? Bugün telefonumuzda bir düyməyə basırıq və harada olduğumuzu dəqiq görürük. Amma çox az adam düşünür ki, GPS əslində haradan gəlib və niyə yaradılıb. GPS, yəni Global Positioning System, Azərbaycanca desək, qlobal mövqeləşdirmə sistemidir. Bu sistem, yer üzərində olan bir obyektin, insanın, maşının, gəminin, hətta təyyarənin dəqiq yerini göstərmək üçün istifadə olunur. Amma maraqlısı odur ki, GPS insanlar üçün yox, müharibə üçün yaradılıb. 1957-ci ildə Sovet İttifaqı ilk süni peyk olan Sputnik 1-i kosmosa göndərdi. Amerikalı alimlər peykin radyo siqnalını dinləyərkən qəribə bir şey fərq etdilər. Peyk hərəkət etdikcə siqnalın tezliyi dəyişirdi. Bu dəyişməyə Doppler effekti deyilir. Alimlər başa düşdülər ki, əgər peykin yerini bilirsənsə, yerdə olan obyektin yerini hesablamaq mümkündür. Və əgər yerdə olan obyektin yerini bilirsənsə, onu izləmək də olar. Bu fikir ABŞ ordusunun diqqətini çəkdi. 1970-ci illərdə ABŞ Müdafiə Nazirliyi GPS üzərində ciddi işləməyə başladı. Məqsəd sadə idi. Raketləri düzgün hədəfə yönəltmək, döyüş texnikasını izləmək, hərbi qüvvələrin yerini dəqiq bilmək. 1995-ci ildə sistem tam hazır oldu. Kosmosa 24-dən çox GPS peyki yerləşdirildi və onlar yer ətrafında fasiləsiz fırlanmağa başladı. Bu peyklər yerə daim vaxt siqnalları göndərir. Telefonun və ya GPS cihazın bu siqnalları ən azı 4 peykdən alır və siqnalların gəlmə vaxtındakı fərqə görə sənin yerini metr dəqiqliyi ilə hesablayır. Əvvəllər GPS yalnız hərbi məqsədlər üçün idi, amma 2000-ci ildə ABŞ hökuməti sistemi mülki istifadəyə açdı. Ondan sonra GPS həyatımızın hər yerinə girdi. Google Maps, taksi tətbiqləri, aviasiya və gəmiçilik, kuryer və çatdırılma xidmətləri, hətta itbişi üçün izləyici cihazlar. Ən maraqlı tərəfi isə budur ki, GPS internet olmadan da işləyə bilir. Çünki o birbaşa kosmosdakı peyklərlə əlaqə saxlayır. Yəni, telefonunda internet olmasa belə, GPS sənin harada olduğunu yenə də bilir. Bir vaxtlar müharibə üçün yaradılan bu sistem bugün bizi evə aparır, itirdiyimiz ünvanı tapır və bəzən də azıb qalmış həyatımızı düz yola salır.